Və indi gəlin bu Sattar Mehbalyova bir sual verəyim mən. Bütün bu dövlət qurumlarına deyirəm. Bu Naxçıvanda demək olar ki, Naxçıvanın yarısını bu adam alıbdır. Bunu işıqlandırın. Xalqın qanını içənlərdən, dövlət büdcəsini yeyənlərdən bir sual verilsin ki, sən bu pulu hardan qazanmısan? Təbriz otel, Avtovağzal otel, Batabat restoran, Zümrüd restoran, Göl kafe, Qıvraqda Şadlıq evi, Araz marketin üstündə 2 dənə dubleks ev, onlarla maşın. Bu pulları hardan qazanır? Bəli, sadalanan bu milyonluq mülklərin sahibi deputat Səttar Mehbalyevin olduğu iddia edilir. Naxçıvan sakini Aqil Abbasovun sözlərinə görə Həmkarlar İttifaqının sabiq rəhbəri, hazırda isə millətə vəkillik edən Səttar Mehbalyev milyonlarla dəyəri olan mülkləri həyat yoldaşının adına sənədləşdirib. Vətəndaş daha nələr söyləyir, gəlin öz dilindən eşidək. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mən Abbasov Aqil Adilov. 2025-ci ilin may ayının 29-unda Batabat restoranında Səttar Mehbalyev tərəfindən mən ora icraçı, qeyri-qanuni icraçı direktor təyin olundu. Orada fəaliyyətim olubdu mənim 45 gün. Bir miqdar pul mənimsənmə kimi deyək də, nədən olmuşsa düzün deyək. Pul olubdu məndə 30.000 manat. Bu 30.000 manatdan yana da indi Səttar Mehbalyev məni tutdurur. Və indi gəlin bu Sattar Mehbalyova bir sual verəyim mən. Bütün bu dövlət qurumlarına deyirəm. Bu Naxçıvanda demək olar ki, Naxçıvanın yarısını bu adam alıbdır. Bu bizim bu hörmətli deputatımız. Bu hansı pullarla bunu alıb? Öz yoldaşının adına. Böyük xanım Mehbalyeva. Təbriz otel, Avtovağzal otel, Batabat restoran, Zümrüd restoran, Göl kafe, Qıvraqda Şadlıq evi, Araz marketin üstündə 2 dənə dubleks ev, onlarla maşın. Bu pulları hardan qazanır? Bir insanın bu pulları qazanmağı üçün 40 il, 45 il işləyib, ayda 50.000 manat maaş almalıdır ki, bu bir belə pulu düzəldib özünə mal mülk alsın. Bu xalqın pulunu yeyibdir. Xalqın pulunda içində mən də varam. Hər bir vətəndaş kimi mənim də haqqım olubdur bu sosial yerlərə mənə tövqə almaq, vermək üçün. Bu mənim pitovkamı, sizin pitovkamızı, bütün Azərbaycan xalqının pitovkasını, xəstələrin pitovkasını yeyib sanatoriyalara göndərməyibdir. İndi həmin pullarla özünə Naxçıvanda mal mülk alıb. Dənizdən bir qaşıq suyu mən götürüb içmişəm elə bir. Ondan yana məni tutdururlar. İndi 3 günəmi, 5 günəmi məhkəməm olacaqdır mənim. 179-cu maddə ilə, 2-si ilə, 3-ü ilə, 4-ü ilə mənə cinayət işi açılıbdır. Bunu bizim hörmətli prezidentimiz beləncə məmurları işıqlandırmamızı deyibdir, söyləyibdir. Mən yenə deyirəm, mən qorxmayaraq bunu yazmışam da sizə, qorxmayaraq da mənim videomda çəkirəm. İslanmışın yağışdan qorxusu yoxdur. Bu indi oturubdur deputat Bakıda. Mən bir belə deputatların iclaslarına baxıram. Bu adamı mən bir dəfə deputat o iclas salonunda görməmişəm. Bu nə cür deputatdır? Bu harda bir dəfə hansı bir vətəndaşla görüşübdür? İndi bir
işçisini də 30 min manata görə tutturur. Birinci qalan yerdə elə tək şəmanə elə qeyri-qanuni işlətdiyinə görə ona 20 min manat cəriməsidir. İkinci, 9 aydır orada əmək haqqı almayan, restoranda əmək haqqı almayan işçilər vardı. O günlərdə hamısı çıxmışdılar yürüyüşə, TikTokda da çəkilişləri olubdu. Bunun bütün hüquq mühafizə orqanları da bilir. Vergidir, vergidən qaçınır. Nə bilim, sosialdır, sosialdan qaçınır. Qeyri-qanuni işçilər işlədir. Ben nəyini deyim mən sizə? Cənab Prezidentdən xahişimizdir. Mən özümdən yana heç də demirəm. Mən onsuz da tutulacağam. Mən özümdən yana kimdənsə xahiş eləmirəm. Bütün burada qohumu, qardaş hamısı vəzifədə, vaxt var idi burada bir 15 gün bundan qabaq, 20 gün bundan qabaq, bir ay bundan qabaq deyildi ki, mənə bu Naxçıvanda heç kim heç bir şey eləyənməz, mənim dalımda duranım var, nəyim var.